Başladıq. Deməli. Necə idi ev tapşırıqlarını rahat yaza bildin? Çətinlik yox idi. Müəllim, birinci variant biraz çətin oldu, ikinci variant asan idi. Okey, gəl baxaq. Bunları yazdın düzdür? Tabii problem yox idi. Baxaq görək bura. Burada da demək olar yazmısan hamısı. Müəllim, hamısını yazmışam, amma bir neçə dənəsi səhvlə, errorla yazmışam. Okey, bunları boş ver. Yəni bunlar mənasızdır. Ən son, yəni axırda accept olursa olsun. Çünki yəni bu wrong answerları zaten görəsən. Yəni onun bir mənası yoxdur. Yəni səhv atmaq, çünki adi imtahanda belə 40 dənə səhv həll atmağa icazə verirlər. Yəni ona görə boş ver onu. Əsas sondakı düz olsun. Ona görə neçə dəfə yoxlayırsansa yoxla. Hə, bu F sualına nə deyirdi? Deyirdi n dənə daşımız var və biz bir dənə daşın özümüzə saxlamaq istəyirik. Qalanlarını da dostlarımıza paylayacağıq. Ümumi neçə dənə dostumuz var. Demişdik bu necə tapılır? Müəllim, n bir də ki, n çıx 1. Ay sağ ol. Baxaq görək sən nə yazmısan? Bu digərinin kodunu atmısan. Çünki bizdə bir dənə element var. Bilmişdim. Bu da Müəllim, n çıx 1. Bax burada, bax görsən nə deyir? Deyir ki, 7-ci müəllim, sətirdə şey qoymamışam. aha, Nöqtə vergülü bax, qoymamışam. Ona görə. özü də bax yazıbdı. Deyir ki, 7-ci sətirdə səndən bunu gözləyirdim, amma qoymamısan. Ona görə də komplyasiya xətasıdır. Yəni onu qoysaydın əslində düz idi bu məsələndə. Okey. Ümumən bəs digərlərindən başqa homework 1-2-dən belə ciddi bir sualım var idi. Xeyr, müəllim, dərsdə də izah eləmişdiniz. YouTube-da da başa düşmədiklərimi baxdım, sonra özüm yazdım. Aha, tamam. Deməli, bugün ədədlərin bir növ rəqəmlərinin necə tapılmağını öyrənəcəyik. Ondan qabaq gəl belə bir şey eləyək. Məsələn, bir dənə ədəd götürək. Məsələn, olsun belə bir şey. 53456 olsun. Mən bu ədədi ona bölsəm neçə alınacaq? 5345. Bəs 100-ə bölsəydim? 534. Aha. 1000-ə bölsəm? 53. Aha. Gəl burada görək nə baş verdi. Bax, belə bir şeyə fikir veririk. Mən sıfırların sayını artırdıqca, bu elə bil burada bir ox var idi. Ox sola doğru hərəkət elədi, düzdür? Yəni mən elə bil ki, bir dənə ona böldüm, 6 rəqəmi ixtisara düşdü. Sonra 2 dənə sıfırlı bir şeyə böldüm, yəni 100-ə, ikisi getdi. 3 dənəyə böləndə 3-ü gedəcəkdi. Hər dəfə artıraraq ixtisara düşür. Aysa, yəni neçə dənə sıfır varsa, axırdan o qədər rəqəmi silirik, düzdür? Yəni biz gələn səfər 10.000-ə bölsəydik nə olacaqdı? 4 dənə sıfır var idi deyə 4 dənəsi gedəcəkdi, qalacaqdı 5. 100.000 yazsaydıq da heç bir. Aysa, sıfır qalacaqdı. Gəl indi 5-ə baxaq. Görək bəs bunda nə baş verəcək? Məsələn, eyni ədədi götürürəm. Bu dəfə faiz 10-un tapmaq istəyirəm. Görək bunda neçə verəcək? Bunun cavabı səncə neçədir? Müəllim, bunun cavabı 5345. Böləndə 5345 elədi. Bəs ona olan qalığı? Faiz qalıqdır axı. Bu qalığı istəyir. 6 edir cavabı. Aha, Faiz altı. qalığı. Aysa. Faiz 100 eləsən bəs. Qalıq 5000, 53456. Faiz 100 eləsəm. Bax, bu ədədi 100-ə böl. Neçə eləyir? Müəllim, 56. Faiz 1000. 456. Okey, bəs faiz 10.000 desəydim. 3456. Okey. Burada bu ikisinin arasındakı fərqi görə bildim. Bax, burada Bəli. isə mən neçə dənə sıfır Müəllim, yazırdımsa. birində axırdan yuxarıya gedir, birində başdan Ay, sağ ol. axırıya gedir. Yəni bax, mən burada
bölmə əməliyyatı eləyəndə. Neçə dənə sıfır var idisə mən o qədərini silirdim arxadan. Amma Amma indi burada neçə dənə sıfır varsa o qədər artır. aha, yəni o qədərini saxlayırıq bir növ. Düzdür? Məsələn, bir dənəsi var idi, arxadan Bəli. getdim bunu saxladım. 2 dənəsi var idi deyə ikisini saxladım. 3 dənəsi var idi deyə üçünü saxladım. 4 dənəsi olanda 4-ün. Yəni bu ikisinin fərqi odur ki, neçə dənə sıfır varsa bölmə əməliyyatı o qədərini arxadan siləcək, faiz əməliyyatı isə o qədərini saxlayacaq. Okay. Bəs deyirsən bunları öyrəndi. İndi bu nəyimizə lazım olacaq? Bax, məsələn, belə bir şey gəl tapmağa çalışaq. Məsələn, 534 deyirəm. 534-də səncə bu rəqəmi necə tapa bilərəm? Yəni hansı əməliyyatı eləsəm, mənə məsələn düşün ki 534-dür. Mən 534-ü nəyə bölsəm ya da faizini tapsam 4-ü alaram. 10%. Faiz 10. Aha. Bəs bu 5-i necə tapa bilərəm? Faiz 100. Faiz 100 elə gör nə verəcək? Yox. Faiz 1000. Faiz 1000. Bir də fikirləş. Mənim bir dəqiqəyə riyaziyyatım error verdi. Bax, sənə nə Müəllim, lazımdır? Sənə bu faiz ikisini silmək faiz lazımdır, 1000'dir. düzdür? 3 faiz 100, 5 faiz 1000. Bax, faiz bizə lazım deyil artıq. Çünki bax, faiz neynirdi? Faiz buradan rəqəmlər saxlamağa başlayır. Düzdür? Neçə dənə sıfır var Amma idisə. indi bizdən özün istəyir. Aha. Mən Ona indi görə bu hesab 5-ə edirik. çatana qədər, ay sağ ol, ikisini silməliyəm, düzdür? Ona görə nə etməliyəm? Böl 100. Düzdür? Bəli. Yəni Riyaziyyatım error bax, verir. faizdə, məsələn, sən faizlə heç vaxt 5-ə gəlib çata bilmərsən. Çünki sən 5-ə faiz eləyəndə burdan olaraq ədədləri götürməyə başlayırsan. Yəni bu mümkünsüz olaraq bir şeydir, düzdür? Ona görə sən ikisini silmək lazım idi. İndi yaxşı. Bəli. Gəl ən maraqlı hissəsi. Burada riyaziyyatlar biraz da error verəcək. Bəs bunu necə tapacağıq 3-ü? Ona bölüb. Ona bölsəm verəcək 53. 2 dənə əməliyyatdan istifadə edə bilərsən. Bəli, riyaziyyatım getdi. Bir Aha, dəqiqə yaxşı, fikirləş. bir ilk olaraq ağlına gələnləri deyirəm, burada yazıb elə hesablayaq. Bax, sənə deyirəm, 2 dənə əməliyyatdan eyni anda istifadə edə bilərsən, məcbur Müəllim, deyilsən, yox. ağlıma 50 gəlir. 50-yə bölmək. 50-yə bölmək gəlir. Sonra 100% gəlir. Okay, bax, ancaq onlarla, yəni 10 üstü 1-lə, 10 üstü 2-lərlə, yəni ancaq onun qüvvətlərlə işləyəcək. Yəni çünki 50 falan bizə lazım deyil. Ancaq onlarla əslində bu rəqəmi tapa bilərsən yenə də. Bax, belə bir şey eləsək. Bax, birinci dediyin düz idi. 10-a bölmək. Mən bunu 10-a bölsəm nə verəcək mənə? 53 verəcək, düzdür? Mən 53-dən bu 3 rəqəmi necə tapa bilərəm? 50-dən 10 da ona vurub. Yox, faiz. Ona bölüb. Ona Yox, bölsəm 5 verəcək. 10%. Aha, faiz 10. 10 üstü 1 vurulsun, faiz 10 kimi. Gəl yaxşıca birində işləyək. Müəllim, riyaziyyatım olsa normal deyil, tay zərər verir. Bax, okey, bax. Bunu rahatlıqla dedik ki, bax, mən arxadan bir dənəsini saxlamalıyam. Düzdür, arxadan bir dənə rəqəm saxlamalıyam. Saxlamaq mənə lazımsa mən faiz eləməliyəm. Faiz 10. Bax, burada gəl yazaq, burada yadımızda qalsın. Bölmə odur ki, silir, neçə dənə sıfır varsa, sıfırlar qədər. Faiz isə neyniyir? Saxlayır. Bu da eyni ilə neçə dənə sıfır varsa o qədərini saxlayır. Demək ki, mənə nə lazımdır? Arxadan bir dənə rəqəmi saxlamaq lazımdır. Onda mən bir dənə rəqəm olduğu üçün bir dənə sıfırlı, yəni ona qalğın tapmalıyam bu ədədin. Gəlirəm, baxıram, soram bu 4-dür. 4-ü bəs necə eləyə bilərəm? Mənə nə lazımdır? Buradan ikisini silmək lazımdır. İkisini necə silmək lazımsa bölmə əməliyyatı lazımdır mənə. Bəs neçə dənəsini siləcəm? 2 dənəsini. Onda mən bunu 100-ə bölməliyəm, yəni 2 dənə sıfırlı bir ədədə. Sonra baxıram bu 2-yə. 2-də deyirəm mənə nə lazımdır. Birincisi deyirəm ki... Aha, de. 10 vur, 10%. Böl 10, faiz. Bölmə, vurma, aləm vurdum bir-birinə. Bax, 2-yə çatmaq üçün
bizə nə lazımdır? Mən 2 hal-hazırda ortada yerləşir. Yəni mən buna hop deyə böl 10, böl 100, faiz 10, faiz 100-dən çata bilmirəm. Mən birinci bu 2-yə çatmaq üçün bunu silməliyəm. Yəni 3 ortadan getməlidir. Arxadan birini 42. silirəmsə, bir dənə sıfırlı, yəni 10-a bölməliyəm bu ədədi. Hı. Düzdür? Böldüm. Bəli. Qaldı 42. 42 qalandan sonra mən necə ki 423-də axırıncı rəqəmi faiz 10 eləyərək tapdımsa, burada da 42-də də axırıncı rəqəmi faiz 10 eləyərək tapacam. Yəni 423 ədədin birinci böləcəm 10-a, eləyəcək 42. 42-nin də 10-a olan qalığını tapacam, o da eləyəcək 2. Bax, artıq biz bu vasitə ilə koda keçək. Bu hər dəfə yadda saxlamağa ehtiyac qalmayacaq. İndi asan teorem deyəcəm zaten. Yəni hər dəfəsini hesablamamıza ehtiyac qalmayacaq. Müəllim, öyrənmişəm bunu. O qədər yazdım ki, sən. Bunları öyrəndin? Hə, qəşəng. Bəli, müəllim. Proqram beyni gedirdi, yazıram götürmür. Bir neçə dəfə çıx girəyəndən sonra özünə gəlir. Qəşəng. Okay. Bax, məsələn, mənim bir n ədədim var. Bax, bizim əslində bayaq tapdığımız bu 3 rəqəmli bir ədəddir, düzdür? 3 rəqəmli bir ədədin biz nəyini tapmışıq? Yüzlüyün, onluğun və təkliyin ayrı-ayrı mərtəbələrini tapmışıq, düzdür? Məsələn, sualda bizdən istəyir ki, 3 rəqəmli ədədin yüzlük mərtəbəsində hansı rəqəm durursa, onu çıxışa ver. Bax, gəl bunların hamısını birinci tanıdıq. Dedi ki, təkliyi, yəni sonuncu rəqəmi necə tapıram mən? 3. Ədədimin 10-a olan qalığını tapmaqla. n faiz 10. Düzdür? Dedik yüzlüyü necə tapırıq? 100-ə bölərək. 100-ə bölərək. Yazıram n böl 100. Onluğu dediyinizi tapırıq. 10-a bölüb qalıq 10 eləyərək. 10 Yəni faiz. n böl 10 faiz 10. Artıq biz 3 rəqəmli bir ədədin yüzlüyün, onluğun, təkliyinin hamısını bilirik. Məsələn, sualda bizdən istəyəcək ki, yüzlüyün çıxışa ver hansısa bir ədədin. Run eləyəcəyik. Məsələn, yazaq bir 3 rəqəmli bir ədəd. Məsələn, olsun 563. Nə verdi? 5-i verdi. Beş. Gəl bir dənə məsələn onluğunu çıxışa verməyə yoxlayaq. Hətta gəl hamısını çıxışa verək. Yüzlük, onluq, təklik. Aha. Təklik. Gəl indi baxaq görək bəs bunlardan nə olacaq. Müəllim, o siyahı ayrı-ayrı yazsaq da düzdür, space qoymadın ortalarına. Aşağıda. Hə, amma onda birləşəcəkdi. Gərək endline eləyərdin ki, ayrı-ayrı görəsən. Inline-la, bəli. Aha. Amma o uzun çəkir, ona görə Aha. soruşdum. 5, 6, 8. Demək ki, hamısını düzgün tapmışıq. Məsələn, gəl indi baxaq görək ki, bir dənəsinə də hesablama ilə baxaq, ondan sonra qısa yolunu deyəcəm. Gəl indi 4 rəqəmli ədədə baxaq. 4 rəqəmli ədədin indi bizə məsələn bu rəqəmi yenə necə tapacağıq? 10 faiz. Aha. Bəs bunu necə tapacağıq? 1000. Böl 1000. Düzdür? Bəli. Yaxşı. Bəs bunu necə tapacağıq? Bəli 100. Böl 100 elədim. Nə verdi sənə gör? Bu ədədi gör 100-ə böləndə nə verəcək? 423. 42. Bizə nə lazım idi? Bir də ki 10 faiz. Ay sağ ol. Mən bayaq çaşıb deyirdim vur. Bir də indi bu. Hə, bəs bu Böl 10. böl 10 nə ilə ədədi ona görə? Vurulsun 100 faiz. Vurulsun. Yo, bax. Sən 4236-nı böldün ona. Neçə elədi? 423. 423. Sən nə axtarsan buradan? 3 Çıxmaq axtarsan. üçün 100 faiz eləmək. Eləmək. Necə ki burada bunu elədin, bu da eynisidir. Yəni belə düşün də, sən ortadakı ədədlərə ulaşmaq üçün buradan neçənsə rəqəmi silirsən. Bax məsələn, sən bu 2-yə ulaşmaq üçün getdin bu ikisini sildin. Bu ikisini siləndən sonra sən sonuncu rəqəmi zaten rahatlıqla tapa bilirsən. Necə ki bu 6-ya dedinə faiz 10-dur. Demək ki elə bu 42-yə də faiz 10 eləyəsən. Yəni bir növ sən o rəqəmə çatana qədərkiləri silirsən və o axırıncı rəqəmdə zaten rahatlıqla tapa bilirsən ki, o faiz 10 eləyir. Tamam? Yəni ona görə qarışdırmayaq. Bax məsələn indi gəl bir dənə minlik mərtəbəsi əlavə edək. Minlikdə nə baş verdi? Mən minliyi n böl 1000-dən tapdım. Amma 4 rəqəmli ədədin yüzlük mərtəbəsi artıq n böl 100 yox, n böl 100 faiz 10 elədi. Bu da zaten belə qalmışdı və bu da qaldı.
İndi bax, ya bir dənə bunu da verək, ondan sonra qısa yolunu deyəcəm ki, necə yadda saxlayacağıq. Sadəcə bu bölmə və faizin hardan gəlmə məntiqin yadında saxla ki, yəni silmə və saxlama məntiqin. Çünki onun gələcəkdə bəzi şeylərdə istifadə edəcəyik. Ma getdi bu da 4326 üçün gedib hamısını tapa bildi. İndi bax, rahat yol nədir? Bax, səncə mən burada n faiz 10-u bu şəkildə yazsam bir şey dəyişərmi? Yəni ədədi 1-ə böləndə nəsə dəyişir? Ədədə belə bölündə xeyr. Okey. Amma orada faiz ona eləncə yazsaq bəlkə dəyişə bilər. Aha. Amma belə hal-hazırda heç nə dəyişmədi də. Yəni bu n faiz 10-dan eyni cavabı qaytaracaq mənə, düzdür? Bəli. Okey. Deyirəm gəl hələ ki belə yazaq. Bəs məsələn, buradakı ədəddə mən sonuna faiz 10 yazsam səncə nəsə dəyişər? Bəli, dəyişər. Gəl baxaq görək həqiqətən dəyişəcək. Məsələn, 4326-dır. Bunu 1000-ə böləndə neçə verdi? 4 verdi, düzdür? Mən Bəli. 4-ün 10-u olan qalığını tapsam, nə verəcək mənə? 0. Yox, 4-ü 10-a böldün 0 elədi. Bəs qalıqda nə qədər qaldı? 0,4. Bax. 4-ü 10-a böldük. 0 qalır da, düzdür, bölünmür. Elə qalıq nə qədər qalır? 4. Ay sağ. Əgər bax, özündən kiçik bir ədədi özündən böyük bir şeyə bölməyə çalışsansa, kodda 0 verir. Kodda 0 verir. Amma sağ. Bax, məsələn, özündən kiçik bir ədəddir. Bunu belə işarə edirəm. Sən kiçiyi böyüyə bölməyə çalışanda riyaziyyatda bu kəsir hissələrlə alınır. Amma kodda bu 0 verir. Əgər bunun qalığını tapırsansa da elə kiçik nədirsə kiçiyin özün verir. Tamam, çünki sən kiçiyi hal-hazırda böyüyə böldün, tam bölünmədi. Elə yerdə əlində nə qədər qaldı? Elə rəqəm nə idisə o qədər də qaldı, düzdür? Yəni biz hər zaman bu məsələn sən minlikdə də, bayaq 3 rəqəmlidəki yüzlükdə də baxanda birinci rəqəmdə faiz 10 eləyəndə problem olmayacaq. Çünki məsələn 325-i də 100-ə bölsəm eləyəcək 3. 3 hələ də ondan kiçikdə, düzdür? Mən bunun faiz 10-u tapsam belə, yenə də bu 3 verəcək. Yəni eyni ilə bu 4 rəqəmdə də belədir. Bax, hələ ki buna da belə faiz 10 yazdıq. Yəni heç nə dəyişmədi. Amma bax, vizual olaraq baxsan, burada bir oxşarlıq görəsən. Bax, bunları bir mötərizənin içinə alıram, səni daha aydın görməyin üçün. Gör, burada nəsə qanuna uyğunluq görürsən. Bəli, onlar hamısı eynidir. Bir dənə onlar azdan çoxdan aza gedir. Ay sağ ol. Yəni bax 1, 10, 100, 1000 hər dəfəsində 1 0 əlavə oluna qalxır yuxarı, düzdür? Amma sondakı faiz onlar həmişə eyni qalıbdı. Məsələn, indi mən bura yazsam ki 10 minlik mərtəbəsini tapmaq istəyirəm. Səncə necə yazaram? Bax, eyni qanuna uyğunluqdan istifadə eləyərək. N bölünsün 10.000 faiz 10. Ay sağ ol. 10.000 faiz 10. Yəni bax əslində adlarına uyğun gedir. Təkliyi tapanda 1-ə böldüm. Onluğu tapanda 10-a böldüm. Yüzlüyü tapanda 100-ə, minliyi 1000-ə, 10 minliyi də 10 minə. Yəni hansı mərtəbəni tapıramsa mən həmin bir növ ədədə bölüb, mərtəbənin adına uyğun olaraq ədədə bölüb faiz 10 eləyəcəm. Artıq bax belə yadda saxlamaq daha asandır. Düzdür? Sən bayaq məsələn bir adi gedib hesablamaqla yadda saxlamaq, amma bu qanuna uyğunluqla artıq rahatlıqla yadında saxlaya bilərsən ki, məndən təkliyi istəsə mən belə tapacam, onluğu istəsə belə, yüzlüyü istəsə belə. Düzdür? Məsələn burada yenə bir mərtəbə gəlsəydi, necə olacaqdı? 100 minlik n bölünsün 100.000 faiz 10. Ay sağ. 100.000 faiz 10. Всё, səncə rahatdır? Yəni bu şeydən sonra məncə rahatdır bu qanuna uyğunluqdan sonra. Bəli, kodda səhv olmasa rahatdır. Aha, всё. Yəni həmişə ona görə dedim ki, yəni həmişə gedib biz bir-bir belə axtarmağa çalışmayacağıq. Əlbəttə belə axtarana daha çətindir, amma bu qanuna uyğunluğu əsasən yazmaq daha rahatdır. Nəinki həmişə gedib əllə yazıb baxmaq. Okey.
Demək ki, artıq biz hər bir ədədin mərtəbəsini tapa bilirik. Düzdür? Yəni hansısa mərtəbəsində duran rəqəmin bir növ tapa bilirik. Onda gəl indi suallarına baxaq. Məsələn, bizə deyir ki, 3 rəqəmli bir n ədədi verilir. Həmin n ədədinin rəqəmlərinin hasilini tap. 3 rəqəmli ədəd verilir. Okey. Deməli mənə bunlar lazım deyil, amma bunlar lazımdır. Bir ulduzla işləyəcək. Aha. İndi səndə Onları çıxışa nə verəcəm? Onları böləcəyi hər birinin ayrılıqda. Oradakı faiz onlarda qalacaq. Sonra orada yazacaq int yüzlük vurulsun, onluq vurulsun, təklik. Aysa, yüzlük vurulsun, onluq vur, təklik. Belə. Bəli. Aysa. Yəni bunları tapmaq rahatdırmı artıq? Yəni burada bir problem yoxdur ki, mərtəbələri tapmaq. Orada deyəcək 2 vurulsun, 3 vurulsun, 5 bərabərdir 30. Gəl məsələn yazaq elə həmin ədədə. 235. 30. Yəni bu hissədə problem yoxdur ki, bu tapılma hissəsi. Əsas budur. Tamam. Gəl baxaq görək, bəs digərinə nə deyir? Digərində də deyir ki, bizə 4 rəqəmli bir ədəd verilibdir. Bax görsən 4 Bilinən rəqəmli 5 ədədlərin cəmini tapın. Deməli mən bir dənə nə əlavə edəcəm? Minlik int minlik bərabərdir m bölünsün min vurulsun. M bölünsün min faiz 10. Sən bu faizlə nəsə faizi vurma olaraq yadında saxlamısan. Sən vurma deyəndə mən faiz olaraq başa düşəcəm. Çıxışa nə verəcəm? Sonra da orada yazırıq ki, int minlik plus int təklik. O da edir 6. Yo, hamısını tapmamızı istəmirdi. Hə, okey. Birinci və sonuncu heç ona fikir vermədim. Elə bildim hamısını tapmaq. Qəşəng. Minlik və təklik. Sonra burada Əslində bu digərlərindən asandır. Düzdür. Məsələn, C sualına deyir ki, 3 rəqəmli ədəd verirəm bu səfərdə. Bunun hamısının cəmini tap. Sadəcə nə edəsən? Yüzlük üstə gəl onluq. Int yüzlük plus onluq plus təklik. Aysa. Bunun koduna baxarsan. D sualı. D sualı asandır. Deyir ki, sən 2 rəqəmli ədəd verirəm. Bunların cəminin kvadratını tapın. Aysa, nə edəsən sadəcə? 2 onluq üstə gəl təklik üstü 2. Üstü 2 necə yazarsın? Müəllim onu bilmirəm. Yaxşı, üstü olmadan kvadratını necə yazarsan məsələn ədədin? Həmin ədədi cəmi ora yazarıq. Bax məsələn. 2 üstə gəl 3 təzədən. Bax. Onluq üstə gəl təklik vursun, onluq üstə gəl təklik. Aysa, onu demək istəyirdim. Amma bunları bir dənə mötərizəyə alaram, düzdür? Çünki mötərizəyə almasam mən sadəcə burada vurma yazsaydım, gedib birinci təkliyi burada yazdığım şeyə vuracaqdı, düzdür? Ona görə bunların ikisinə mötərizəyə alırıq. Gələn dərsə o dediyin şeyi keçəcəyik, üstünü necə yazmalıyıq. Amma hələ ki bunu bil, yəni zaten bir ədədə öz-özünə vursam kvadrat mənasına gələcək, düzdür? Ona görə belə. Lap bura məsələn bir dənə x dəyişən yaradıb, onluq üstə gəl. Təkliyə bunu bərabər eləsən, artıq bunları gedib belə çıxışa verə bilərsən. X vurulsun x. Yəni belə də eləyə bilərdik. Y sualına nə deyir? Y sualı asandır. Deyir ki, bu Deyir ki, bunların cəmindən vur hasilini tap. Aysa, zaten ayrı-ayrılıqda tapmışıq. İndi bu sualda elə birləşdirməyimizi istəyir. Sadəcə gedib bir dənə cəmini çıxışa verəcəyik. Aralarında boşluq, bir də hasillərin. Hasili. 4 plus 4 üstə gəl 6. O birində də yerlərini dəyişdirməyimizi istəyir. Hə, okey. Bəs bunu necə eləyərsən? Bunu yerlərini dəyişdirərəm də təkliklə onluğu. Necə dəyişdirərsən? Məsələn, 83-ü sənə deyir ki, 38 ver çıxışa. Necə verərsən? Sadə düşün. Onluğu yerinə təklik yazaram, təklikin yerinə onluğu. Siyahutda? Bəli. Yəni necə? Məsələn, bura birinci nə yazım? Məsəl üçün orada yuxarıda onluğa deyək ki, t, təkliyə deyək ki, n, amma n sonra t yazaq. Belə? Bəli. Əminsən? Tam yox, amma elə düşünürəm. Tamam, gəl yoxlayaq. Səksən 38. Yəni düzdür. Çünki bax, sən onluğu tapırsan, onluğun nədir? 8-dir. Təkliyin nədir? 3-dür. Sən nə etməlisən? 38 verməlisən çıxışa.
Mən zaten Cout-da gedib birinci təkliyi versəm, aralarında boşluq ya da endline qoymasam, bu ikisi Onlar birləşəcək, yan-yana düzdür? avtomatik Ay birləşəcəklər. sağ ol. Amma burada bir dənə şey deyim. Ola bilər ki, bəzi suallarda bilmirəm, bu sualda var yoxsa yoxdur. Bu suala bu həlli atarsan, amma 70 bal falan verər. 70 bal verməyinin səbəbi o olacaq ki, məsələn, sən ədədin Tam yazmamışıq. yox, Ədədi də yox. tam yazmışıq əslində. Bax, bu düzgündür. Yəni mən düzgün qəbul edirəm. Amma bəzi məsələlərdə arxa planda bəzi testlər ola bilər. Sənin kodun həmin testlərdən keçməz. Məsələn, belə bir test ola bilər ki, ehtimalı var. Ola da bilər, olmaya da bilər. 80 verər sənə. Sənin kodun nə verəcək çıxışı? 0,8 verəcək, düzdür? 0,8 deyə bir ədəd görmüsən? Xeyr, 8 görmüşəm. Ay sağ ol. Yəni 0 öndə gələ bilməz. Yəni bəzi suallarda belə bir şey istəyə bilər ki, 80-də sən 8 ver. Onu şərtdə deməyəcək, amma sən submit eləyəndə görəsən ki, 70 bal almısan. Biləsən ki, artıq problem ondadır. İndi o problemi necə həll eləyəcəyik? Bax, riyaziyyatda belə bir şey görmüsən? ABC yazırlar. Üstündən belə bir xətt çəkirlər və bunun açılışı olur. Bəli. Necədir açılışı? Açılışdakı 3 rəqəmli ədəd. Üstündə xətt var Aha, deyə. yəni bax Yoxsa belə. ABC olaraq qalır. Bax, 100 vurulsun A, üstə gəlsin 10 vurulsun B, Üstə gəlsin C. okey, bunu görmüsən? Bəli. İndi AB-də necə olacaq bu? 10A üstə gəl B. 10A üstə gəlsin B. Bax, biz sadəcə gedib bunu, biz indi belə bir şey vermək istəyirik də, təklik və onluq ədədini vermək istəyirik. Onda mən bunu belə versəm də eyni şey olacaqmı? Təklik vurulsun 10, üstə gəlsin onluq. Bəli. Okey. Amma bax, bir dənə endline qoyaq, aralarındakı fərqi görək. Səncə 80-ə bu nə verəcək, bu nə verəcək? Yəni birinci Cout nə verəcək, o biri nə verəcək? Məncə biri 0,8 verəcək, biri isə 80 verəcək. 80 ilə 8 verəcək. Gəl baxaq. Biri 0,8 verdi, amma o digəri 8 verdi. Çünki bu hal-hazırda getdi bunu 2 rəqəmli ədədi belə elədi. Bax, 0 idi də bizim təkliyimiz. 0-ı 10-a vurdu, elədi 0. Üstünə nə gəldi? 8 gəldi. O Ədəd gələr alımı 8. 8. Yəni bu tipli sualları, yəni səndən ədədin rəqəmlərinin yerini dəyişməyini falan istəyirsə, bunu iki üsuldan eləyə bilərik. Bir gedib adi belə Cout-a verə bilərsən, bir də belə. Belə hər bir halda düzgün olacaq, amma belə də bəzi bayaq dediyim kimi problemlər Balımız yaşana bilər. kəsilir. Aha. Ona görə yəni səndən asılıdır. Yəni bunu da yazsan, lap bunu yazmasan belə mən düzgün qəbul edəcəm, amma orada balın aşağı olacaq. Ona görə gedib hər ehtimalı digər üsulda yoxlayarsan. Əgər yarım bal versən, tamam? Bu iki üsul da aydındır, bu və bu. Ədədin rəqəmlərin yerini Bəli. dəyişmək. Tamam. Hə, bu sual. Deyir ki, sənə n ədədi verirəm. Bu səfər demirəm neçə rəqəmlidir. Yəni belə də ola bilər. Belə də ola bilər. Belə də, yəni rəqəmi yoxdur. Sadəcə bir n ədəd verirəm sənə. Sən get bunun sağdan 3-cü rəqəmin tap. Bax, bunun sağdan 3-cü rəqəmi nədir? 5, Bəs bununki nədir? 4, Bu 3. 2, 2. Saçdım. Bu 1. okey. Məsələn, bunda necə taparsan bu bir rəqəmin? 100-ə bölərəm. Bəs burada? Orada da 100-ə bölərəm. Bəs faiz 10? Hər zaman Faiz faiz 10 10 eləyirik axı. Düzdür? Faiz Bax, 10 da olur. görsən hər zaman Mantıqlı. kodumuzda faiz 10 var, düzdür? Yəni bunu necə taparsan? Bunu da böl 100 faiz 10 olaraq, düzdür? Bəs Bəli. bunu? Bunda həmçinin 100 böl faiz 10. Bəs bu? 100 böl faiz 10. Yəni məndən sağdan zaten 3-cü rəqəmi istəyirsə, bu mərtəbə olaraq həmişə nədir? Bax, bu birinci mərtəbə.
Yəni təkli idi. Həmişə mərtəbə olaraq üçüncüdür. Yəni yüzlük mərtəbəsidir, düzdür? Yüzlük. Yəni bu Bəli. ədədim istəyir neçə rəqəmli olursa olsun, lap bax burada mən rəqəmləri uzadıram. Həmişə üçüncü rəqəm yüzlük mərtəbəsi olaraq qalacaq da, düzdür? Dördüncü rəqəm minlik olacaq, ikinci rəqəm həmişə onluq olaraq qalacaq. Onda mən yüzlüyün necə tapılmasını bilirəm, düzdür? Gedəcəm sadəcə, bir dənə yüzlüyü deyəcəm, bərabər olacaq n bölü 100 faiz ona və gedib yüzlüyü də çıxışa verəcəm. Tamam? Yəni, çünki həmişə sağdan üçüncü rəqəm yüzlüydür və mən də yüzlüyün necə tapılmasını bilirəm. Bunlar asandır, bunların üstündə qalmayacağım. Keçək homework 4-ə baxaq görək, 4-də nə var. Okey. Burada bəziləri belə bu rəqəmlərə də aiddir, bəziləri də belədir. Deyir ki, sənin M manat pulun var və bir dənə də şirniyyat N manata satılır. Sən cəmi nə qədər şirniyyat ala bilərsən M manat pulundan? Məsələn, 27 manatın var, 10 manatda bir şirniyyatın qiymətidir. 2 dənə. Necə tapdıq? N bölünsün N. Aha, bu sual belə. Bu sual asandır. İndi deyir ki, bəs sən alandan sonra yerdə nə qədər pulun qalır? N faiz N. Bu da belə. Bunlar asandır. Gəl indi C-yə baxaq. C-də deyir ki, Ortadakı 2 ədədi çıxsa hansı ədəddə qalır? aha, məsələn, yəni sən bu nə mənaya gəlir? Birinci və sonuncu rəqəmi çıxışa verməlisən. Necə verəsən? Siyahət minlik, siyahət təklik. Ay, sağ ol. Yəni, gedib minlik, təklik, yüzlüyü zadı tapasan hamısını. Heç yüzlüklə onluğu bax, məsələn, burada tapmağına ehtiyac yoxdur. Minliklə təkliyi yan-yana yazacağıq. Aha. Space. Bax, hətta bu sualda sən gedib bir də özünə əziyyət verib onluqla yüzlüyü tapma. Çünki sən bunlardan istifadə eləməyəsən ki, zaten, düzdür? Sənə nə lazımdır? Bir minlik lazımdır. Minliyi yazdın. Bir də sənə nə lazımdır? Təklik lazımdır. Təklik. Hətta bax, bunları get kopyala. Get yapışdır bura. Bir dənə bu rəqəmi belə elə. Vəsə. Get sonra burada minliyi ver. Bir də arxasınca da təkliyi ver. Vəsə. Müəllim, mən siz kimi sürətli işləyə bilmirəm. Zamanla əlini sürətlənəcək. Yəni sadəcə bəzi şeyləri kopyalayıb təzədən gəlib bura yapışdıra bilərsən, tamam? Kopyalayıb yapışdırmağı yəqin klaviaturadan bilirsən də. Bəli. Ha, okey. Okey. Yəni o zamanla şeylər var da, triklər var elə bil. O oyunda get-gedə hansısa oyunlarda belə şeylər bilirsən, Bəli. bunu eləsəm daha sürətli Yaxşı olar. verim onları. Yəni zamanla onları trik deyirlər ki, onları öyrənəsən, ondan sonra daha rahat olacaq. Bizə yenə ki, yerini dəyişdirin. Aha, bu səfər deyir ki, hamısını dəyişdirin. Yəni tərsdən çıxışa ver. Burada yenə hamısını ona vuracağıq. Yox, bax. Məsələn. Bu dəfə bayaq dediyim üsulla. Aha, bayaq dediyimiz nə eləyəcək? Bax, yüzlük, onluq, təkliyi tapmısan. Səndən istəyir ki, bu ədədi tərsdən olaraq çıxışa verərsən. Tərsdən necə verə bilərəm çıxışa? Birinci təkliyi Təklik, onluq, verərəm. yüzlük. Onluğu verərəm, bir də yüzlüyü verərəm. İndi düşünək ki, sən bu həlli atmısan, 70 bal almısan. Səhvin nədə olacaqdı? Bayaqki problem var idi. Məsələn, ədədimiz... Orada təkliyi ona vuracağıq yenə, onu da. Ona yox, Onluğu da bu səfər vuracağıq, ona amma yox. yüzlüyü vurmayacağıq. Bax, bu səfər ona yox. Təkliyi 100-ə, onluğu ona, yüzlüyü də ki, olduğu Ay, kimi qalır. Çünki 3 rəqəmlidir bu dəfə, düzdür? Ona görə 100-ə Bəli. vurmalıyıq. Niyə suala? Asan sualdır. Gəl baxaq görə necə eləyəsən. Deyir ki, ədədin soluna da və sağına da 3 rəqəmini əlavə elə. Necə əlavə eləyə bilərik? Yəni sənə bir n ədədi verilir. Biri başına qoyarıq, bir də ki sonuna. Necə qoyarsan? 345 ədəddir. Yüzlük vurulsun 10, yüzlük bölünsün 100. Beləsinə qoyarım. Bir dəqiqə, 345 ədəddir. Yüzlük vurulsun. Bir dədir. Yüzlük vurulsun 10, bir də ki yüzlük bölünsün 100. Bax, yüzlüyü ona vurdum. Nə elədi? 30. Elədi 30. Onun da yanına bir dənə 3 gələcək. Ona vururuq deyə. Belə Qabağına. bir şey oldu. Hə,
Bura bunun qabağına 3 gələcək. Bəli. Ona vuram da artıq bir dənə. Sonra da ki 100-ə bölürük. O bir tərəfədəki bir dənə 3 gedir. Çünki 345 ədəddir. Tam olaraq elə olmayacaq. Bax, sənin riyaziyyatla gördüm aran yoxdur ki, belə eləyək. Daha rahat bir şeylə eləyək. Bax, bizə nə lazımdır? N ədədimiz var və hər tərəfində 3 durmalıdır, düzdür? Mən onda Bəli. bayaq belə bir şeylər verirdim, çıxışa təklik, sonra onluq verirdim. Bəli. Mən onda niyə belə bir şey vermirəm? 3, sonra n, sonra yenə 3. Bu gedib nə edəcək? Zaten hər tərəfinə 3 əlavə eləyəcək, bir də n-in özünü verəcək, üstədə. Bax, riyazi hesablamaları qoyduq hamısını qırağa. Bax, məsələn, verirəm 456. Mənimki odur. Hiss elədim elə. Bax, hər tərəfinə 3 əlavə elədin. 3, 456, 3. Yəni elə bir ki, sənə nə lazımdır? Hər tərəfi 3 əlavə eləmək lazım deyildi. Elədik də. Tamam. Yəni bu heç riyaziyyatla daha çətin olar. Desə ehtiyac yoxdur. Ona görə ən rahat üsulu budur. Yəni riyaziyyat bəzi şeylərdə lazım olacaq, düzdür. O zaten onda da daha maraqlı riyaziyyatdır. Yəni ona görə narahat olma. Yəni sadəcə belə bezdirici hesablamalar olmayacaq. Maraqlı sadəcə biraz düşüncə tərzi olacaq. O da zaten kodla yaranacaq. F sualı. Təklik vurulsun 1000, onluq vurulsun 100, 103 vurulsun 10, minlik vurulsun 1 olduğu kimi qalır yəni. Bu dəfə deyir ki, yerlərini dəyişdir. Yox, onu demir. Deyir ki, səndə saatda... Bilmən ki... Yox, bu tamam başqa. Yəni bu 2 ilə 7-ni buradan çıxartmamızı istəmir. Bax, belə bir şey deyir. Düzdür, bölmə və faizdən istifadə eləyəcəyik, amma biraz indi özümüzə uyğun olaraq. Bax, deməli, deyir ki, sənə deyir, saatda m dəqiqə keçibdir. Sənə deyir ki, bu dəqiqəni saat və dəqiqə şəklində görsət. Yəni, səndə hal-hazırda dəqiqə var. Sən bu dəqiqəni saat və dəqiqə şəklində görsət. Yəni, 127 dəqiqə. Neçə saatdır? 2 saat 7 dəqiqə. Məsələn, 140 olsaydı... 2 saat 20 dəqiqə. Burada 60-a böləcək yonda. Saatı necə tapdın? 60-a bölərək, düzdür? Bəs dəqiqəni necə tapdın? Faiz 60-a bölərək. Bu sualda belə. Özün dedin hələ. İndi gəl bunun ikinci versiyasına baxaq. İkinci versiyasına sadəcə biraz bir damcı uzun ola bilər, amma yenə də o da qısadır. Bu səfər deyir ki, 3723 saniyə keçibdir, məsələn, saniyə. Sən bu saniyəni saat, dəqiqə və saniyə şəklində görsət. Hamısını biz hesablamayacaq. Koda bir şey yazıyor və hesablayır onsuz da. Ona görə elə baxma. Bax, 3 saniyə necə saata keçirərsən? 60-a bölərək. Yox, dəqiqəni şeyə keçirəndə. Bu saniyədir onda. Aha, saniyəni saata keçirəndə. Bu saniyə isə 3600-ə bölərək. Aysa 3600-ə bölərək. Dəqiqə isə 60-a bölərək. Saniyə isə həll oldu kimi. İndi bax, bunu sən 60-a bölsən səhv olacaq. Çünki sən əlində hal-hazırda nə qədər saniyə qaldı? Məsələn, bax, bunun 3600 saniyəsi saatla ifadə olundu. Yerdə nə qədəri qaldı? 123 saniyə. Aysa, sən artıq o 123 saniyəni 60-a bölməlisən və 60-a 2 qalığını tapmalısan. Sonra da 3. Və bax, məsələn, kodun yazaq. Bax. Mənim kodun yazmasaq məndə alınmayacaq. O da biraz riyaziyyatdır. Say kiçik riyaziyyatdır. Bax, məsələn, saat. Dedin ki, saniyəni saata necə keçirirəm? 3600-ə bölərək, düzdür? Yazın m bölünsün 3600. İndi 3723 saniyəm var idi. Artıq bir hissəsi getdi saatla ifadə olundu, düzdür?
Əlimdə 120 neçə çıxar. saniyə qaldığını necə tapa bilərəm? E, 3720 çıxılsın 3600. Çıxmasız. Bax məsələn, sən bayaq M 127-ni bölü 3600 M faiz ay 3600. sağ ol. Əlimizdə nə qalıb? N% 3600 qalıbdı, düzdür? İndi mən bu qədər Bəli. saniyəm qalıbdı. Bu saniyəni necə dəqiqəyə çevirə bilərəm? E, Saniyə M dəqiqə. faiz 3600 böl 60. Ay sağ ol. Sonra da deyirsən riyaziyyatım burada çatmır. 3600. Sonra bunun da 60-a qalğın. 60-a bölməliyəm, düzdür? Saniyə necə tapacağam? Saniyənin də M faiz 3600 bölünsün 60 faiz. Elə bölün yerinə nə yazacağam? Faiz yazacağam. Faiz. Düzdür? Vəsə. Kodun hazırdır. Sonunda mənim başıma alladır ki, mən yazamayacağam. Dəqiqə saniyə. Müəllim, o bir tərəfdə riyaziyyatı idi, burada koddur. Okey, sən elə ən yaxşısı burada hesablamalarını elə yaxşı. Burada yaza get, onda çıxacaqsan. Bu sualda belə. İ sualı. Bu da asandır. Bu səfər deyir ki, rəqəmlərin cəminin kvadratı yox da. Bir saniyə. 4, yoxsa elə deyil. Bir saniyə 4 üstə. Hə, bütün rəqəmlərin cəminin kvadratını tapmalısan. Birinci bizə nə lazımdır? O dedik, təklik plus, onluq plus, yüzlük plus, minlik vurulsun. Təklik plus, onluq Elə plus, təkrar. minlik plus, yüzlük. Amma biz bayaq demişdik ki, x vurulsun, x kimi də yaza bilərik. X bərabərdir təklik plus, onluq plus, minlik plus, yüzlük. Ay sağ ol. 2 dənəsini təkrar yazmaq yerinə bir dəfəsini yazırsan, sonra da x vur x şəklində verirsən. Bu sualla deyir ki, hər bir rəqəmdən 2 dənə çıxışa verməlisən. Yəni sənə 2 rəqəmli ədəd veribdi 27. Deyir bu 2-dən də 2 dənə ver çıxışa. 7-dən də 2 dənə. Onluq, təklik, təklik. Yan-yana elə yaza bilərik. Yazdınca. Okey. Gəl indi baxaq ümumi nələr var idi. Ups, bunları bağlayam. Hə. Deməli, ümumən ya bir dənə üstündən keçək hər şeyin. Əsas bugün öyrəndiyimiz şey bölmə və faiz əməliyyatlarının hansı məntiqlə işlədiyi idi ki, bölmədə neçə dənə sıfırlı bir ədədə bölsəm, o qədərin məndən siləcək, faizli isə o qədərin saxlayacaqdır. Və Mənim dərs maraqlıdır deyə vaxt test keçirək. biraz hə. Ondan sonra əgər elə olmasa hə biraz sıxıcı gedərdi. Bax, deməli sildi, sonra da saxladı, düzdür? Və biz bu vasitə ilə demək olar istənilən n ədədinin mərtəbələrini ifadə edə bildik. Yəni yüzlüyün tapdım, onluğun tapdım, təkliyin tapdım və bunları tapandan sonra da bir şeyə fikir verdim ki, mən əslində bunları necə eləyə bilərəm? Bir qanuna uyğunluq şəklində yaza bilərəm ki, m bölü 100% 10 olaraq, sonra hətta bunları kopyalayaram, gətirib belə yapışdıraram. Buraya yazaram onluq, buraya yazaram təklik və sadəcə buradakı rəqəmləri dəyişdirərəm ki, 10 və 1. Yəni get-gedə buradakı bölmə əməliyyatlarındakı ədədlər sıfırları bir növ arta-arta gedirdi yuxarıya doğru və faiz onlarda bizim həmişə olacaqdı. Yəni istənilən mərtəbəni tapıramsa mən faiz onu yazım. Çünki belə yadda saxlamaq daha asandır ki, yəni həmişə faiz 10 var. Mən sadəcə mərtəbəsinə uyğun olaraq ədədimi o qədər uzunluğundakı bir 100-ə və yaxud da 1000-ə və yaxud da 10.000-ə bölürəm. Ondan sonra nə öyrəndik? Ondan sonra öyrəndik ki, məsələn, bəzi suallarda sən gedib çıxışa verəndə, məsələn, belə bir şey verməni istəsə çıxışda, yəni bütün bu ədədi tərsdən verməni istəsə, bəzən olacaq ki, bu 60-70 bal verəcək. Burada təklik vurulsun 100, təklik vurulsun 10, onluq, təklik vurulsun 100, onluq vurulsun 10, yüzlük vurulsun 1. Yüzlük. Yəni biz bu vasitəsilə eləsək, artıq məsələn, bayaq tutaq ki, belə bir ədədimiz var idisə 120. 120-də bu gedib 0,21 verəcəkdi çıxışa. Amma bu vasitəsilə zaten 0-ı 100-ə vuracaq, eləyəcək 0. Üstünə gələcək 20, üstünə də gələcək 1. Yəni eləyəcək 21. Yəni bu vasitələ artıq 0,21 ədədi yox da 21 ədədi görsənəcək bizim ekranımızda. Ondan sonra
digər suallarda zaten homework 4-lə elə homework 4-də bəzi suallarda yəni demək olar hamısı asan idi. Elə eyni homework üçün təkrarıdır. Sadəcə burada fərqli olan suallar hansı idi? O da saat sualları idi. Saat suallarında da bax yenə gördün eyni məntiq idi. Bölmə və faizlərdən istifadə eləyərək ədədləri tapmağa çalışdıq. Okey. Deməli ev tapşırığım bu homework 3-dən 4 olacaq. Yenə yükləyəcəm YouTube videosunu. Oradan da baxa bilərsən. Amma nəsə ondan Aldım. əlavə bir sualın olsa mənə yazı da bilərsən. Başqa demək istədiyim. Sənin demək istədiyin nəsə varmı? Yəni buradan hansı qaranlıq qaldı bugünkü dərsdə? Yoxdur. Heç bir müəllim. Birinci dərs homework 1-dən bəziləri var idi, onları da YouTube-dan baxdım. Okey, hansı idi məsələn? Buradan homework 1. Bu şey əslində bilirdim, proqramda səhvlik olurdu ona görə. Ops, burada nə qədər şey var. Gəl baxaq görək. Hə, məsələn bunu açmısan amma bağlamamısan. Bir səhvim oymuş. Sonra məsələn gəl baxaq görək, xətalarımıza baxaq ki, xətalarımızı sonra eləməyək. Müəllim, xətalar çoxdur, yanlışlar azdır. Burada nə deyir? Bir saniyə. Hə, okey. Burada nə səhvdir? Burada elə bir düzdür hamısı. Müəllim, onu mən də bilmirəm. Proqram beyni getmişdi onda, nidasını da qoymuşdum. Bir saniyə baxaq. Aa, okey. Buradakı vergül nöqtəni kimin üçün qoymusan? Bu olmamalıdır. Yəni int main'də elə birbaşa bununla başlamalıdır. Tamam. Bəli. Yəni o olmamalıydı. Amerika keşf eləmişəm. Elə ki sən bilsən nə eləmisən, belə bir şey eləmisən. Məsələn, ana dillə bir cümlə yazırsan, cümləyə belə başlamısan. Nöqtə bugün hava günəşlidir məsələn. Tərsdən qoymusan. Cümləyə başlayanda elə nöqtə ilə başlamısan ki, eybi yoxdur. Nə olar ki, nöqtəni bir dənə artıq qoyum. Yəni elə bir bu nöqtənin rolundadır zaten. Sonra anladım. Okey. Hamısında əslində səhvlər buna görə olubdur. Bu getmir. Müəllim, hələ bəziləri də var idi. Əslində düz yazmışdım. O biri proqram səhv götürürdü. Eləmək olmurdu. Bunlar hardan gəlib koduna? Müəllim, orada elə sizə göstərib, mən də ona görə onları artırmışam. Ha, okey. Buradan düzəlibdir. Burada səhv olmayıbdır. O biri variantdan bir nəsə də baxdım, anladım. Buradakıları özüm bir təhər axırı düzəldə yazdım. Buradakı runqan sırlar nədir? Hello Python-a sözü səhv yazmışdın, yoxsa nidan falan qoymamışdın. Ha, okey. Bunlar zamanla düzələcək bir şeylərdir. Yəni ilk dəfədir kod yazırdın. Yəni bunlar boş şeylərdir, yəni. Yəni bundan sonra mətdə bax C ilə D-ni tək də yazmısan demək olar. Yəni ona görə zamanla o şeylər səhv. O variantda da tək də yazmışam. Hə, görsən yəni o ilkdə, yəni ilkdə nəyi ilk olaraq başlasan, onlar hamısı səhv verəcək zaten. Yəni ona görə ondan narahat olma. Və burada mənfi həllərinə görə narahat olma ki, məsələn bu sualda mənfi oldu falan. Yəni boş ver. Əsas sonda accepted olsun, zaten ən əsas odur. Yəni indi homework 3-4-də görəsən ki, daha rahat yazırsan, daha yaxşı yazırsan. Hətta bunu ilk dərsdən əzbərləmisənsə, mükəmməl bir şeydir. Hətta məncə əzbərləməyin əsas səbəbi odur ki, o qədər səhv eləməyin idi. Bəli. Dayanmadan yazıram, kopyalayıram, yazıram. Bax görsən əslində yəni nəydə elədiyin səhv sənə nəyisə öyrətdi. Yəni bunu ilk dərsi çox uşaq öyrənə bilmir. Yəni həmişə bir 3-4 dərsdən sonra öyrənməyə başlayırlar da, gedirlər harda elə hazırın götürürlər, oradan yazırlar. Yəni bunu ilk öyrənməyin səbəbi o qədər özün üstündə yoxlamağın idi. Yəni digər uşaqlar inanırsa o qədər kompleksiya xətası alsaydı, gəlib mənə deyəcəkdi ki, müəllim burada kompleksiya xətası oldu, dərsdə izah eləyərdiniz də, nəsə alınmadı. Amma görsən üstündə işləməyin gəldi sənə o şeyi əzbərləməyinə kömək elədi. Hətta məncə istəmədən əzbərləmisən. O qədər yazmısan ki, əzbərləmək niyyətin yox idi bəlkə də. O qədər yazdın ki, oldu. Müəllim 4 dənə tapşırığı bir saata, o biriləri ondan biraz az müddətə. Ya əslində o bir saat ərzində sən istəmədən əslində o include bitsi falan əzbərləmisən. Aha. Yəni dediyim kimi bunlar zaten düzələcək şeylərdir zamanla. Əsas yəni burada elədiyin bu effortu həqiqətən bundan sonrakı də eləməyindir ki, yəni bunları eləsən, vəssadə, yəni
deyəsən xətaları eləyim. Xətanı eləyəndə, yəni üstündə işləməyinin göstəricisidir ki, əslində bu qədər qırmızıdan sonra gəlib burada yaşlı almısan yenə də. Yəni ona görə bunu belə davam elətsən mükəmməl. Tamam, indi homework 3-4 evə. Yenə nəsə sualın olsa yaz. YouTube videosuna da bax. Oldu. İndi yükləyəcəm elə. Tamam. Gəlin dərs görüşərik. Nəsə sualın olsa yenə də mütləq yaz. Çəkinmə nəsə yazmaq. Tamam, görüşərik inşallah. Sağ Görüşərik. ol. Sağ ol, mən. Sağ ol.